Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində belə deyim, 2 nömrəli marşrutun son dayanacağına yaxın bir ərazidə 4 sot torpaqda 4 sota yaxın, yəni 3,75 sot torpaqda, deməli bax qarşıda gördüyünüz 2 mərtəbəli həyət evi satılır. Ona görə burada durmuşam ki, yəni hal-hazırda mən deməli küçədən giriş hissəsində durmuşam. Qapının arxasında. Deməli bu deməkdir ki, məhəlləyə maşın daxil olmur. Küçəsi enlidir, genişdir. İnsə evə daxil oluram. Yəni bax bura deməli ikinci mərtəbədir. İkinci mərtəbədə bir zal, deməli bir böyük otaq, eyni zamanda 2 otaq var. Bax bunlar haqqında indi mən sizə bir balaca səbir olun, məlumat verməliyəm. Bax belə bir həyət evinin qiyməti deməli 73.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Hal-hazırda deməli mən ikinci mərtəbədə yerləşirəm. Bax buranın ölçüsü hardasa 3,5-dan 4,5-adır, bu cürdür. Ən böyük otaq buradır. Deməli buranın ölçüsü isə 5-in 8-ədir. Bax buranın dəqiq özümü ölçmüşəm. Polu taxtadır, yəni möhkəm taxtadır, sovet taxtasıdır. Yenidən mən sizə böyük otağı göstərirəm. Bax belə bir evin qiyməti, indi bağçası da var. Bir balaca bu ərazidə bax demək olar ki, hamıda bu cürdür. Yəni mən bu cür bilirəm. Bura isə 3-ün 4-ədir. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Tex pasportu var. Yenidən mən qapıdan giriş hissəsini sizə göstərirəm. Bura isə bax belə bir mini otaqdır. Mini dedikdə hardasa 5-in 2,5-adır. Yəni bax necə görürsünüz bu cürdə var. İndi isə birinci mərtəbəyə düşürəm. Orada da belə deyim də 2 otaqdır. Bax bu ərazinin şagirdləri, uşaqları, yəni məktəbə 13 və 36 nömrəli məktəbə gedirlər. Küçəsi genişdir, asfaltdır. Bax bu küçənin aşağı tərəfindən 20 nömrəli marşrut düşlər. Yuxarıdan isə deməli dediyim kimi 2 nömrəli marşrutun son dayanacağıdır. İndi isə bağçasını sizə göstərirəm. Sənəddə necə var onu deyirəm. Yəni 3,75-dir. Bax bağçasına düşmək üçün bax bu pilləkənlərdən düşmək lazım olur. Bax hal-hazırda qarşıda isə bağçasını görürsünüz. İndi isə mən sizə evin deməli xarici görünüşünü göstərirəm. Bax evin xarici görünüşü bu cürdür. Dediyim kimi məhəlləyə maşın daxil olmur. 10 tonluq su bakı var. Yenə təkrar edirəm, bu ərazidə demək olar ki, hamının evi, yəni bax bu cürdür. Bu vəziyyətdədir. Bax bura bu ərazidir, bu zonadır. Burada isə deməli bax stilsin piti minutkadır. Gördüyünüz kimi balaca bir mini qladovkadır. Bura isə hamamıdır. Bax hamamın gördüyünüz kimi təmirlidir. Yenidən mən sizə bax belə bir mini navisin alt hissəsini göstərirəm. İndi isə birinci mərtəbə keçirəm. Bax burada otaqların sayı 3-dür. Ancaq bu cürdür. İndi mən sizə göstərirəm. Bax hal-hazırda deməli mətbəxində yerləşirəm. Bax buranın mətbəx kimi hesab olunur. Arxada hardasa 3-3-ə belə bir mini otaq var. Bax qapının arasının bir balaca açıqda görmək mümkündür. Burada isə böyük bir deməli belə bir yerdir. Qladovka kimi otaqda hesab etmək mümkündür. Bax yenidən həmin qladovkanı yaxud da otağı sizə göstərdim. Bax belə bir həyət evinin qiyməti 73.000 manatdır. Mən bildiyimə görə qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.